Naxçıvanda tütünçülük sahəsi yenidən canlanır. Cahan Tobacco International Leaf bu sahədə öz fəaliyyətini genişləndirməklə yanaşı sahibkarlar üçün də böyük fürsətlər yaradır. Tütünçülükdə məhsulun keyfiyyəti hələ ilk mərhələdən iştil yetişdirilməsindən başlayır. Bu istixanalarda temperatur və rütubət xüsusi nəzarətdə saxlanılır, bitkilərin sağlam inkişafı üçün bütün şərait yaradılır. Burada əsas üstünlük Virginia sortuna verilir. Yüksək keyfiyyəti və məhsuldarlığı ilə seçilən bu növ həm fermerlərin, həm də emal müəssisələrinin əsas seçimlərindəndir. Burada 100 hektarlıq ərazi üçün tütün yetişdirmə potensialı var. Virginia sortu olan bu tütünlər dünyanın bir çox yerlərində istifadə olunan flood üsulu ilə yetişdirilir. Yəni bütün texniki qulluqları, gübrələri su vasitəsilə verilir və bu da onların gövdələrinin daha qalın olmasına və çıxarıb aparıb ərazidə əkərkən daha dayanıqlı və məhsuldar olmasına kömək göstərir. 2017-ci ildə yaradılan tütün yetişdirmə mərkəzi Kəngəli rayonunun Xıncar Təzəkənd ərazisində yerləşir. 2,6 hektar ərazini əhatə edir. Burada 5 dənə istixanamız var. 5 istixana 2600 kvadrat metri əhatə edir. Bu istixanaların əsas məqsədi burada dünyada yeni istifadə olunan flot sistemləri yaratmaq, ştilləri düzgün və keyfiyyətli köklərdə yetişdirib ərazilərə köçürməkdir. Bu məqsədlə də biz hər il Virginia toxumunu xarici ölkələrdən ən keyfiyyətlisini alaraq gətirib burada biz yeni iş yerləri olaraq qadınları cəlb eləyib istixanalarda öz işlərini görürlər. Bu ştilləri yetişdirdikdən sonra onları biz əkinçilərin ərazilərinə köçürürük. İstixana mərhələsini başa vuran ştillər artıq açıq sahələrə köçürülür. Əkin prosesi isə müasir texnikaların tətbiqi ilə həyata keçirilir. Bu da həm vaxta qənaət edir, həm də məhsuldarlığın artırılmasına imkan yaradır. İstixanalarda yetişdirilən ştillər bax belə daşınır əraziyə və burada əkin üçün texnikaya yerləşdirilir. Onu da deyim ki, müasir bir texnikadan istifadə olunur. Belə ki, bu texnika həm ştilləri özü əkir, həm suyunu, həm də gübrəsini də özü verir. Bu da təbii ki, agrotexniki qaydalara tam uyğun olmaqla yanaşı vaxta da qənaət etmiş olunur. Amacımız Naxçıvan'da dünya standartlarına uygun kaliteli tütün yetiştirerek Naxçıvan tütününü dünya çapında bilinebilir hale getirmektir. Bu sayede köylerde yeni iş sahaları açarak yeni iş imkanları yaratılmaktadır. Cahan Tobacco olarak yeni İtalyan tamburlu tip dikim makinesi getirilmiş olup bu sayede şitillerin hem daha derine batmasına hem de daha homojen ve köklü bir şekilde dikimini gerçekleştirmekteyiz. Bu makine sayesinde dikim sırasında gerekli gübre takviyeleri de yapılmaktadır. Tütün yetiştirme sezonu boyunca Cahan Tobacco olarak üreticilere her türlü desteği sağlamaktayız. 6 adet traktör, dikim makineleri, seralar sürekli üreticilerimizin daha verimli ve kaliteli tütün yetiştirmeleri için üreticilerimize tahsis edilmektedir. Tütün yetiştiriciliği ile ilgili her zaman üreticilere bilgilendirme toplantısı yapılarak destek vermekteyiz. 3-cü ildir ki, tütüncülüklə məşğulam. 2 il 5 hektar əkmişdim. Bu il qaldırdım hektarımı 7 hektar elədik. Çox əziyyətli iş olsa da, yəni bəhrəsi də yaxşıdır. Yanımızda qadın işçilər, yəni belə kişi işçilər də işləyir. Biz Virginia sortu əkirik. Yəni Cahan Tobacco çox dəstək verir bizə, yəni bu işləri görmək üçün. Kənd təsərrüfatını artırmaq üçün çox köməklik edirlər bizlərə. Daim gəlirlər, nəzarətdə saxlayırlar, aqronomlar nəzarət edir, məsləhət verir. Məqsədimiz budur ki, yəni vaxt gəldikcə gələn məsələn illərdə, o birisi illərdə hektarlarımızı artıraq, daha da təsərrüfatımızı böyük eləyək. İrəli getsin, tütüncülük də irəli getsin. Yəni çox adamın bu işə meyli olsun, marağı olsun. Tütünçülüyün inkişafı bölgədə məşğulluğa da müsbət təsir göstərir. Sahələrdə görülən işlər kənd sakinləri üçün əlavə gəlir mənbəyi yaradır. Hazırda bu təsərrüfatda 50-yə yaxın insan çalışır. Tütün adət ənənəsini demək olar ki, tam geri qaytarmışıq və insanlar artıq tütünçülük sahəsinə bildiyimiz kimi kənd təsərrüfatında tütünçülük sahəsi ən gəlirli sahələrdən biri hesab edilir. Və əkinçilərimiz bu sahəyə daha da çox maraq göstərir. İnkişaf etmək üçün biz əkinçilərlə əl-ələ verib, bərabər bu işləri yerinə yetirib və bu tütünçülüyü Naxçıvanın üçün
daha da yaxşı bir vəziyyətə gətirib, öz markamızı dünyada, Naxçıvanımızın adını dünyada tanıtmağa hər zaman davam edəcəyik. Ötən il burada istehsal olunan 80 ton tutun məhsulu Türkiyə və digər xarici şirkətlərə ixrac edilib. Həmid Quliyev, İlqar Məmmədov, NTV Xəbər.